21 avqust 2018-ci ildə hörmətli izləyicilər, yenə də mən sizə bir yardımlı TV layihəsi çərçivəsində bir maraqlı süjet təqdim etmək istəyirəm. Bura Yardımlı rayonunun Sırıq kəndin həmdəvərində olan keçmiş Engeles adına savxozun həyəti, yəni binasının, bax gördüyünüz bu bina keçmiş Engeles adına savxozun binası idi. Savxoz olaraq eşitdiyimə görə 1975-ci ildə keçmiş kolxozun bazasında savxoz yaranır, İngilizcə və bu da onun inzibatı binası idi. Demək olar ki, bir neçə kəndi ətrafda sırıq olmaqla bir neçə kəndi özündə birləşdirən böyük bir təsərrüfat, böyük bir yardımı da qabaqcıl savxozlardan biridir. Bu gün isə gördüyünüz kimi bu bina demək sükut içərisində, üstü bina özü demək pəncərələri də sökülüb dağılmış. Amma bu buranı bir sahibkar özü üçün, yəni çoxdan demək olar ki, özəlləşdirmişdir, haqqına çatan, yəni o əmlak payına götürmüşdür. İndi biz elə onun özünü də sizə təqdim edəcəm. Elə bu məqamda ilk əvvəl mən sizə Marksizmin ideoloqlarından biri olan, Marksizm-Leninizm ideoloqlarından biri Friedrich Engels'in yardımlıda olan, yəni büstünü göstərmək istərdim. Bu büstdə, yəni elə o zamanla, keçən əsrin 70-ci illərin ortalarından, bax, burada bu saqqallı kişi mürgüləməkdədir və bu gün də ötən tarixə bilməyənlər üçün bir sual işarəsi, bilənlər üçün bir şahidlik edərək artıq elə bir tarixə qovuşan tarixi abidə kimi. Onun da yanında bu ərazinin sahibkarı, Əflatun qardaşları, ortaqları, fermer təsərrüfatının sahibi, rəhbəri, Sırıq kənd sakini Əflatun Mənsimovdur. Mənsimov'u da siz görürsünüz, mən onu sizə təqdim edirəm. Yəni, məqsədim burada bu büstü sizə göstərmək. Bəlkə də Azərbaycanın tək-tək yerində keçmiş sosializm quruluşundan Marksizm ideoloqlarının büstü, heykəli tək-tək yerlərində olar. O cümlədən də yardımlıda yeganə olan bu büst, bu heykəl tarixə şahidlik edir və eyni zamanda burada sahibkar Əflatun bəyi də siz görürsünüz. Əflatun bəy, sizi xoş gördük, Nəhayət ki, mən sizi, necə deyərlər, yola gətirdim və bu büst haqqında, öz təsərrüfatınız haqqında məlumat vermək üçün bu kamera önünə dəvət etdim. Xoş gördük. Necədir vəziyyət, Əflatun? Çox sağ olun, Əli müəllim. Axır ki, siz məni bu büstün qabağına gətirib çıxartdınız. Bunun tarixçəsi haqqında qısa məlumat verirəm sizə. Əli müəllim, mən bu Engels adına savxoz 1975-ci ildə yaradılıb. Bu yaradılandan mən bu savxozda sürücü işləmişəm. Burada can qoymuşam. Əl qabarları ilə gecə-gündüz, o vaxtlar Sovetlər dövrü idi, 1975-ci Sovetlər gecə-gündüz burada can qoymuşam, nəhayət işləmişəm. Bu axırda deməli, bu savxozu deməli, Azərbaycanda müstəqillik yaranandan sonra, bu savxozun bu binasını, mən o vaxt uzun müddət savxozda işlədiyimə görə özəlləşdirmişəm əmlak payına. Bu heykəl də o vaxtdan qalıb burada. Bu heykəli o vaxt hələ bu cəmiyyətdən, bu Sovetlər cəmiyyətindən mənim heç əbədən xoşum gəlməyib. Bu heç bizə bir xeyir verən cəmiyyət olmayıb. Ona görə ki, mən o cəmiyyəti də görmüşəm, indiki quruluşu da görürəm. O quruluşla indini müqayisə eləyəndə, deməli, bu Sovetlər ideologiyasına, bu cəmiyyətə nifrət eləyirəm. Amma bu heykəli burada saxlamayda da məqsədim bir tarixi abidə kimidir. Ona görə saxlamışam ki, bu əvvəllər bizdə Azərbaycanda müstəqillik yaranandan sonra Əli müəllim,
o qədər cəmaət əsəbi halda gəlirlər, ver bu heykəli aparay, dağıday, rədd elə, bu Rus şevonu nə burada saxlayıbsan, belə eləyibsən, mən nəsə də bu, mənim ağlıma hardansa girdi, bir tarixi abidə kimi bunu qoymadım, aşıralar, sökələr, dağıdalar, xoşum gəlməsə də bu Rus ideologiyasından, amma saxladım da bir tarixi abidə kimi bu saxladım. Amma saxlamayıma baxmayaraq heç bu Sovetlər cəmiyyətinə mənim böyük nifrətim var. Biz o həmişə bu müstəqilliyi o dövrlə indiki dövrümü müqayisə eləyəndə o dövrə müqayisə nifrət eləyirəm, amma indi müstəqillikdən sonra mən özüm bir əllərimin qabarı ilə bu başladım yenə də işləməyə. İşləyəndən sonra çox şey qazandım. Bu Sovetlər deməli müstəqil Azərbaycan dövləti yaranandan sonra çox şeylər gecə-gündüz əlləşdim. Kənd təsərrüfatı ilə məşğul oldum, heyvandarlıqla, əkinçiliklə, heyvan saxladım, mal-qara saxladım. Dövlətimiz, hökumətimiz mənə dəstək oldu, mənə texnikalar verdi. Ondan sonra iş yerimi genişləndirdim. Ondan sonra o dövrlə indiki dövrü müqayisə eləyəndə, dağlar qədər fərq görürəm, yaxşı. Deməli, gecə-gündüz çalışmanın bəhrəsini görürəm. Məsələn, öz təsərrüfatımı genişləndirirəm, məsələn, başqa işlərdə görürəm. Kənd təsərrüfatı, dövlətimizin dəstəyi ilə kənd təsərrüfatı texnikaları almışam. Qambay, traktor 10 illik işləyirəm, 10 il müddətinə işləyirəm, həmən texnikalarında pulunu ödəyirəm. Belə, indi şükür Allaha, o dövrdən vəziyyət Sovetlər dövrü ilə indiki dövrümü müqayisə eləyəndə, indiki vaxt çox o dövrlərdən yaxşı yaşayıram, zəhmətim qiymətləndirirlər. O cümlədən də başqa mənim işçilərim var, onlarda iş yeri yeni iş yeri açmışam, onlarda paslənli iş, məsələn, kənd təsərrüfatı texnikaları işlədir, əkinçiliklə, biçinçiliklə məşğul oluram. Onlarda ailələrini mənim təsərrüfatımda hamısı dolandırırlar. Yaşayırıq, belə də əlim yaşayırıq da. İndi bizə nə lazım? Bitki çörəyimiz olsun, şirin çörəyimiz olsun, halal çörəyimiz olsun, zəhmətimizdən qazanayıq. Çox sağ olun, bəy. Yəni, çox aydınlıq gətirdin. Əslində, biz müstəqil Azərbaycan üçün dua etməliyik. Bəli, biz Sovetlər İttifaqı tərkibində olanda, yəni bizi aldadırdılar ki, yəni sizin kimi torpaqla əlləşən, gecə-gündüz, necə deyərlər, o sadə zəhmət adamlarını ki, hər şey yaxşı olacaq. Düzdür, bəzi məqamların da Sovetdən təhsil sistemində bizim hələ də ziyalı ordusunun yetişməsində onun izləri də var, xoş izləri də var. Amma bununla bərabər adamlarımıza demək olar ki, ittifaq büdcəsindən heç nə vermədi. Yəni, xüsusən yardımlı, Ucqar dağ rayonu olan yardımlı. Bu marksizm ideoloqlarından olan Engels'in, Friedrich Engels, yəni Karl Marx'ın qardaşlığı olanın da bu büstü ətrafında bir söhbətimizi qurmuşduq. Əslində biz Sovet hökuməti bizə heç nə vermədi, ittifaq içərisində boyunduruqda idi, müstəqil. Bəli, elədir, Əli müəllim. Artıq 27 il tamam olacaq inşallah. Müstəqilliyimiz bu yaxınlarda. Bu müstəqillik bizə bir nemətdir. Sizin kimi sadə vətəndaş. Daimidir, əbədidir, müstəqilliyimiz daimi əbədi olur. Dediniz ki, 20 ildən artıq Engels adından safxozda işlədiniz, əllərinizi göstərdiniz. Heç nə artıra bilmədiniz. Amma müstəqil Azərbaycandan sonra müstəqil öz fermer təsərrüfatı və ən sevindirici haldır ki, siz burada iş yeri açmışsınız. Təxminən bir neçə ay bundan əvvəl, yəni bir ay bundan əvvəl bir xeyli bayaqlar söhbət etmişdiniz ki, taxıl zəmisi əkmişdiniz. Orada iş yeri, yəni kimlərsə İşləyir, demək ki, ərzaq bolluğu yaratmışıq cəmaata. Həm özünüz, həm də iş yerinə kimlərəsə xeyir vermək də, belə deyək.
Ona görə sahibkarları biz də dəstəkləyirik, biz də onlar üçün dua eləyirik, alqışlayırıq. Təsərrüfatınız bol olsun, təsərrüfatınız daim inkişafda olsun. İşləyəsiniz, qazanasınız, həm də iş yeri açasınız. Xalqa xeyir verək. O işsiz adamlara ruzi qazanmaqda siz sahibkarlar yardımcı olasınız. Allah sizin o təsərrüfatınıza bərəkət versin, qollarınıza da qüvvət, zehninizə də biraz da daha dərin zəka var olun. Sağ olun. Axır ki, məni gətirib bu müsahibə aldınız da. Bu müsahibə saqqallı kişidən müsahibə aldınız da əlim. Saqqallı kişinin yanında. Amma mən elə hesab edirəm bir muzeyçisi kimi. Əlbəttə bunun bu günləri heç bir yəni ziyanı yoxdur. Tarixi abidədir. Siz də şahidsiniz ki, o qurulur. Bizə heç nə verməyib. Kommunizm deyə bizi xulyalara varan həmin quruluş bizə heç nə vermədi. Əvvəlcəndə müstəqillik verdi də bizə. Ona görə də bunu da bu saqqallı kişini də saxlayaq ki, ötən əsrə şahidlik qismində. Hər halda bu tarixi abidəni qoruyun. Zaman olar, siz üçün əhəmiyyətsiz olar. Gətirərik muzeyin həyətində. Necə siz bizə Daşqoç heykəlini, orta əsrlər dövrünün yadigarı Daşqoç heykəlini muzeyə gətirməsində yardımcı oldunuz. Elə ona görə də sizin çağırışına sevə-sevə gəldim. Axı bir zamanlar qiymətli eksponatın muzeyə verilməsində sizin əməyiniz olur. Hər şeyə görə, müsahibəyə görə sizə təşəkkür edirəm. Var olun. Elə hesab edirəm, izləyicilərimiz üçün də bu süjet maraqlı olacaq. Sağ olun, çox sağ olun Əli müəllim.